Nəsimin özü öz vaxtında insanları bu dinin belə deyim də,duğu müəyyən bir sərhədlər var da, o sərhədlərdən çıxartmaq istəyir. Bəli. Oyatmaq istəyir. O təkcə yəni bu İslama aid deyil, yəni çünki həmin dövrlərdə həmin o Suriya ərazisi, digər ərazilər, orada İslam da olub, Xristian da olub, digər bütün dinlər demək olar ki, olub o ərazilərdə. Yəni bunları o şeydən ayırmaq istəyir, başa salmaq istəyir ki, yəni həqiqət onun özündə də elə. Mən düz başa düşürəm bunu. Düzdür. Yəni bunu o kamilliyə çatdırmaqla insanları eləmək istəyib də onu. Nəsimi öyrənir ki, yaradan bunun içindədir. Bu güc bundadır. Bu istəyir ki, insanlara başa salsın ki, deyir ey müsəlmanlar, yaxşı bilin ki, haqq sizdədir. Yəni nətər? İnsanoğlu inkar edir axı, deyir Allah göydədir, Allah məsciddədir, Allah pirdədir, imamdadır, peyğəmbərdədir. Bu da deyir ki, Allah səndədir. Üzvə deyir, patavatsız şəkildə, rahat şəkildə. İnsanlar da o dövrdə bunu algılamır beyni, algoritmanı ki, necə yəni Allah məndədir, mən Allah olanmaram. İnsan özündə Allahın olduğunu qəbul eləyə bilmir. İnana bilmir də, bu limitsiz bir varlıqdan bir hissədir. Çünki biz dildə deyirik axı Allah bizdədir, Allahın bir hissəsiyik. Realda onu hiss eləyirsiniz? Yox. Yəni günümüzün neçə faiz onu hiss eləyirik ki? Necə hiss eləməliyik ki onu? Yəni fərz elə, mən bunu yaşamışam həyatımda. Bu təlimləri keçəndən sonra demək 7-ci leveli, mərtəbəni araşdırırdım, boyutu. Və bir gün dedim ki, Murad, indiyə qədər nə bilim, pulun, maşının, onun bunun frekansına qoşulmuşuq, əldə etmişik. Bu gün mən tanrılıq frekansına qoşulacam. Yəni yaradan məndəymiş kimi davranacam, o cür danışacam, o cür hiss eləyəcəm. Yuxudan durdum, başladım, sanki tanrı mənim içimdədir, iç səsimdədir, dialoqumda. O məndədir. Artıq bir sən oldu. Bütün seçimlərim dəyişirdi. Necə? Özümə sual verirdim. Deyirdim ki, Murad, həzlə yaradan səndə qonaqdır, elə bir içindədir. O necə bir həyata haqq edir? Baxdım ki, komfortlu, zəngin, rahat. Amma normal Murada desən, deyər yox, sadə, minimalist, kiçik bir həyat haqq edir. Amma yaradanın məndə olduğunu idrak edəndən sonra ücə seçimlər dəyişir. Seçim dəyişir deyəndə nəyə doğru dəyişir? Yəni seçim sən nə istəyirsən ondan sonra? Limitsizə doğru gedir. Əvvəl məsələn limitsiz, yəni nə nəzərdə tutursan? Bax tutalım ki, düşmüsən o şeyə. Sən nə istəyirdin onda? Deməli həmin vaxt əsas mənim istəyim ondan ibarət idi ki, mən tanrılıq frekansına keçəndən sonra hansı güc məndə olacaq? Bu çox təhlükəlidir. Ya mən Firon olacağam, bitər Firon kimi hiss eləyəcəm. Yəni iki prizma var da. Ya mən təxəyyülümdə qururam və eqom məni alladır ki, tanrı məndədir. Bir müddət sonra özümü allahlaşdıra bilərdim. Yəni bir yanılsamaya düşərdim də ki, insanlar deyirdi bəlkə Nəsimi də elə eləyir, özünü allahlaşdırıb. İkinci yanaşma başqa cür idi onda, amma yenə də. Hə. Prizma olaraq özümdə olanı deyirəm. İkinci olaraq da ya da mən yaradanın gücünü özümdə kəşf eləyib daha da ilahi sevgiyə düşəcəydim. Bu tanrılıq frekansı ilə günə başladım. Gedirəm, demək maşını aparmışdım yudutmağa. Baxıram ki, növbədir, 4 nəfər var. 4-ü də gəldi dedi ki, qardaş, sən keç bizdən qabaq yox. Mən də belə birinci algılaya bilmirəm ki, bunlar mənə niyə belə deyir. Öz üstümə falan baxıram ki, nə baş verir məndə. Hara gedirəm? Baxdım ki, sanki insanlar mənə xidmət etmək istəyirlər. O anda mənə dank elədi ki, türklər deməli. Mən axı özümü qoşmuşdum tanrılıq frekansına. İnsanlar tanrıya nə edir? Xidmət eləyirlər. Əgər sən tanrılıq frekansına qoşulmusansa, yəni hiss eləyirsənsə o səndədir. Sənin işlərin elə alınır ki, elə bir insanlar sənin o işin alınması üçün xidmət eləyir. Və bunu bilib dərk edən insanların həyatına baxsaq, İbn Sina'dan tutaq, İmadəddin Nəsimiyə qədər böyük ustadlardan hamısı. Bu insanlara insanlar canını verəcək qədər xidmət eləyir. O filmdə Nəsimini öldürən an var, öldürəcəkləri dərs soyulacaq. Hamı çıxır Nəsimin əvəzinə şeir deyir. Bu gün bizi öldürsələr, hətta bizi həbsə atsalar, heç öldürsələr yox. Neçə nəfər çıxıb deyər ki, Fuadın əvəzinə məni öldürün. Yəni çox az. Bunu olar ki, yəqin olmaz yəqin. Olmaz yəqin. İnsan özünü sorğulayır da, özünü elə bir insan özünü dəyərsiz hiss eləyir. Bu insanlar bu qədər kütləni necə olub ki, fədakar şəkildə buna gəlirlər? Çünki sanki o bir tanrıdır və insanlar ona xidmət eləyir. Niyə? Çünki o insanları elə tanrıya aparır. O yola, doğru yola aparır. Yaradanın gücünün özündə olmasına, ilahi gücə, ilahi sevgiyə, yəni sistemə xidmət elədiyi üçün sistem də ona xidmət eləyir. Təsvir olsun ki, indi onu da bu dəqiqə də az başa düşürlər.